Ötən gün açılışı baş tutan İtaliya-Azərbaycan Universitetindəyik. Bu universitet hər iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın bariz nümunəsidir. Burada tədris Avropa standartlarına uyğun aparılacaq və gənclərə beynəlxalq səviyyədə rəqabət qabiliyyətli biliklər qazandırmağı hədəfləyir. Göründüyü kimi İtaliya-Azərbaycan Universitetinin binası ən müasir avadanlıqlarla təchiz olunub, eyni zamanda müasir üslubda tikilib. Hər bir tədris mühiti tələbələrin həm nəzəri, həm də praktiki biliklər almasına şərait yaradır. Biz hazırda İtaliya-Azərbaycan Universitetinin Memarlıq və Dizayn fakültəsi korpusundayıq və burada bir neçə tələbəmizdən həm söhbət olacaq. Onlardan biri hal-hazırda yanımızdadır. Xoş gördük sizi. Xoş gördük. Özünüzü təqdim edərsiniz. Mənim adım Namazov Cahangir, 2007-ci il təvəllüdüyəm. Özüm İtaliya-Azərbaycan Universitetinin tələbəsiyəm. Ad universiteti saymaq olar yəni bunu. Hansı fakültə? Memarlıq fakültəsi. Memarlıq fakültəsi. Ümumiyyətlə, necə qərara gəldin ki, İtaliya-Azərbaycan Universitetini oxumağı? Mən bilirsiniz necə? Əslində mən əvvəldən Memarlıq fakültəsini seçmək istəyirdim. Sadəcə olaraq mən hələ bilmirdim ki, Ada Universitetində İtaliya-Azərbaycan Universiteti açacaq və burada Memarlıq fakültəsi olacaq. Və bir dəfə məktəbdəydim və xəbərlərdə oxudum ki, İtaliya-Azərbaycan Universiteti açılır Adanın tərkibində və burada Memarlıq fakültəsi olacaq və mən dedim ki, niyə də yox? Çünki bildiyimiz kimi Ada Azərbaycan ölkəsinin, yəni Respublikanın ən belə prestijli universitetlərindən biridir. Mən də onsuz arzularımdan biri Adada oxumaq idi. Elnarə, bax, arxada diqqətimi bir mənzərə çəkir ki, orada sözlər yazılıb, balaca kağızlar asılıbdır. Onlar nədir? Bilirsiniz, bu bina inşa olmazdan öncə biz bu əraziyə tez-tez gəlirdik. Onlar istəyirdilər ki, biz bu inkişafı, binanın inkişafının necə yaradılmasını etap-etap görək. Və biz hər dəfəsində bura gələndə biz görürdük ki, yeni tikinti işləri gedir burada. Biz artıq xəyal edirdik ki, bu universitetin hansı hissəsində necə bir otaqlarımız olacaq, biz layihələri görmüşdük və o vaxtdan biz bura gələndə, hansı ki bina hələ hazır deyildi, onda gələcəkdə bu binaya gəlməyimiz üçün özümüzə notlar yazıb qoymuşduq və onları hazırlayıb o şəkildə ora asmışıq. Necə düşünürsən, burada təhsil almaq sənin gələcək həyatında nə kimi rol oynayacaq? Mənə gəlir ki, çox böyük rol oynayacaq. Çünki istər-istəməz, yəni çox prestijli bir universitetdir. Yəni ki, mən buranı bitirəndə İtaliya-Azərbaycan Universitetini bitirmişəm deyə biləcəm. Həm də ki, Politexniko Milanda mən magistr təhsil almaq istəyirəm. Hər iki universitetlə işbirliyi eləyir, yəni bir-biri əlaqəlidir deyə mənim üçün məncə çox böyük bir avantajdır. Üçüncü kursda biz artıq internshipə gedə bilərik, yəni ki, xaricdə bir semestrlıq oxuya bilərik və bunun üçün kifayət qədər bir semestr ortalaması yığmaq lazımdır və ona görə hal-hazırdakı hədəfim o semestr ortalaması saxlayım və toplayım və üçüncü kursda artıq inşallah istədiyim bir universitetdə, Bolonyada və yaxud da başqa bir universitetdə öz təhsilimi davam edeyim, ən azı bir semestr o təcrübəni görüm və tanıyım. İtaliya-Azərbaycan Universiteti təkcə təhsil ocağı deyil, eyni zamanda mədəniyyətlərarası körpüdür. Burada yetişən mütəxəssislər gələcəkdə hər iki ölkə arasında elm, innovasiya və iqtisadi əlaqələrin gücləndirilməsində mühüm rol oynayacaqlar.